Salam herkese. Yeni videomuza hoş gelmişsiniz. Siz bugünlerim Cars Bikera kanalındasınız. Ve bugünlerim sizler için Camry 2019 SE çəkirik. Qarşılayın. Qarşınızda bugünlerim 2019-cu il bayaq dediyim kimi Camry SE var. 2.5 motor, 206 at gücü. Gedək kapotunu açaq. Oktay zəhmət olmasa yaxınlaş bura. Kapotunu açmaq lazımdır. Tanıyırsınız da Oktay'da. Retro Cars Super Cars videomuzdan Zeki Oktay. Nəsə var burada? Yox. Parmağım ilişib qalmışdı orada. Oktay müəllim sağ olsun açdı. Kapotumuzun altında 2,5 litrlik mühərrik yatır. Kapotun altında belə incələnisi çox bir material yoxdur. Yəni örgədirəm. 2 dəfə arxadan basırsan o knopkaya düzləşir. Hər şey örgədirəm. Həm maşını incələyirəm, həm maşını göstərirəm. Burada adi işləymiş. Adi maşınlardakı kimi kapotun altında nə olacaq? Yəni dvorniklərin, güzgülərin su yeri, yəni suyu tökürsən, o işləsin dvorniklər, yağ, yəni adi. Prost kapotun altını göstərdim ki, yəni satışdadır maşın, ideal vəziyyətdədir. Kim də satmaq istəyirsə, yəni satmaq yox, almaq istəyirsə, Cars Bikera Instagram, TikTok, Telegram səhifəsinə yazsın, əlaqə nömrəsi verəcəyik, danışarsınız. İnşallah desəz ki, Cars Bikera kanalından gəlmişik, normal sizə indirim də eləyəcəklər. Demişəm Oktaya. Keçim indi yan hissəsinə. Yan hissəsində 20'li disklərimiz var. Camry'yə məxsus olan 20'li disklərimiz var. Təkərlərimizi də təzə dəyişiblər. İndidən deyim, yəni kim almaq istəsə təkərlərə. Bir dənə bu Camry'də ən xoşladığım məqam diskin bu formasıdır. Diskin forması çox yaxşıdır. 2023-cü, 2024, 2025-ci ilin disk forması heç xoşuma gəlmir, amma bu disklər zordur. SE modelində bu Amerikankadır. SE modelində bir dənə şey yaxşıdır ki, yaxşı yox, yəni ideal görünüş yaradır. Bu gördüyünüz bu qabaq bumper, başqa bu body kit qabağa gəlir. Yəni o birislərdə düz gedir, burada belə əyri, avalni gəlir. Elə qabağına keçmişkən, burada arxa və ön kameranı yerləşdiriblər. Toyota'nın loqotipi, loqotipin biraz halı gedir, amma yəni ideal vəziyyətdədir. Distronikdir, köməklik edir maşın sahibi Oktay müəllim. Burada iri radiator barmaqlıqlarımız var. Yəni bura kimi açıqdır, burada da açıqdır radiator barmaqlıqlarımız. Bir dənə ideal bir şey olardı ki, bunu da qara rəngdə eləyirsən, vəbşə olur Black Edition. Gəl yanına. Bir dənə yekə Camry'yə məxsus faramız var burada. Pavarotniklərin yan, sağ, sol, yəni bütün maşınlarda olduğu kimi də, yəni elə bir maşın yox ki, pavarotnik olmasın, yanmaz zolaqları olmasın. Adi, yəni Camry'yə məxsus olan bir faralarımızdır. Yaxınlaşırıq bura. Yan güzgülər. Yan güzgülərdə şey var, udarnik var, yəni səs eləyir yanından maşın keçəndə. Maşının rəngidəki tam qara deyil. Qara, zərri qaradır, yəni ideal vəziyyətdə bir dənə qəşəng rəngi var. Gəl bura. Mənə Camry'nin ən sevdiyim yeri arxasıdır. Camry'nin arxası başqa bir dənə temadır. Yəni Camry'nin arxasında, arxadan baxanda Camry'yə şəhərdə elə saxlayırsan, Ağşəhərdə, Şirin Kruqunda, axşam vaxtı belə. Prosta nömrə ilə də belə yox. Elə saxlasın, ideal vəziyyətdə gömülmüş. Burada da yazılıb SE. İstərdim sizə bagajımızı birinci göstərdim. Mənfini indidən deyirəm. Yoxdur. Yəni Camry bunu fikirləşməyim. Yəni mən məsəl üçün 5 götürmək istəyirəm. Mən niyə bir də? Bəlkə cibimdədir. Bura qoymalıyız onu. Yəni zəhmət olmasa səhifəm balaca olsa da, yəni səsimi təzələrdə bəlkə də var, onu bilmirəm. 2019-da yoxdur. Maşınımızın bagajı iri həcmlidir. Yəni rayona da gedəndə vəbşə şəhərisi əməlli başlı 5 yerləşdirə bilərsiniz. Burada bir dənə pul düyməsi var. Pul düyməsini basdıqda, daşdıqda daha doğrusu, arxa sidenyalar yatır qabağa. Lap uzun bir dənə veşiniz varsa, stroy materialdan çıxmışsınız, 2 dənə bura armatur atdınız, davay bağa. 2 dənə armatur bağa. Bagajda məsəl üçün oturmuşsunuz da indi, ya da kimsə qalıb Allah eləməsin. Daşdınız, bagaj özü açılır içərdən də. Onun bir dənə sensor olsa lap zor olardı. Mən bunu bərk verirəm. Amma sensor olsaydı ideal olardı. Keçək yan hissəsinə. Yan hissəsinə keçəndə maşınımız Tolka Premium 95 ilə işləyir.
95 tökürsən uçur. 98 tökürsən Camry olur, Camry Airlines. 85 nə idi? Samolyot kimi. Keçək indi 98 ilə uçur Oqtay müəllim. Ceki, 98 ilə bir sən neynir? Samolyot. 98-dir indi. İndi qarşıdır 98-95 qarşıdır. Первый, второй teması var abi. O buna məxsusdur. Bu odur, özüdür. İndi isə Nəzəf bəy. Dabro pajalovic Camry. Sən buradan deyəm, mən də keçim yan hissəyə. Yan hissədən mənim burada tantam var, amma heç nə olmaz. Camry'yə qardaş oturdun. Всё. Yo, narahat olma. Əllə belə eləməmişik deyə heç nə olmaz. Camry'yə oturdun, açarı qoydum. Camry'yə oturdum. Всё da yəni qabağda oturmasan da olar. Camry'yə oturanda adam özünü iş adamı, istəyir, biznesmen. Şoferə deyirsən, qaqaş bir dənə sür Port Bakı Volka, bir dənə kofe içək. Bir dənə padlakotnikimiz var burada. Yəni rahat əslində. Mən bu Camry'ni yəni Oqtayda görəndə mən görməmişəm ki, bu bağlı olsun. Bu həmişə açıq olur. Qəşəng suyuvu qoydun. Ya da bir dənə kofe alırsan, qəşəng. Rahatdır, yəni dəridəndir və çox yumşaqdır. Bu maşın bilsiz nə? Elə bir maşından nə idi onun adı? Sravniyus eləyəcəm. Biraz pis sıxır, amma Unizədə də bu rahatçılıq var idi. Yəni yalan deməyim. Arxadan da asanda yəni normalni. Burada bir dənə bizim üçün telefon qoymağa, yəni telefon tam yerləşmir, amma telefonunuzu qoymağa və yaxud evin açardı, başqa bir veş qoymağa yerimiz var. Burada 2 dənə sidenyanın arxasında sənəd üçün və yaxud başqa veşlərinizi qoymağa bir dənə parça tikiblər, qəşəng. İdeal vəziyyətdə. Arxada yəni oturanda incəniləsi bir şey yoxdur. Tavan məsafəsi də çox idealdır. Ayaq məsafəsi də çox idealdır. Hələ Oqtay arxaya verib, tam arxaya verib ki, özü üçün rahat. Oqtayın boyu uzundur. Belə standart, yəni düz qoyanda çox, yəni ayaq məsafəsi həddən artıq çoxdur. Tavan məsafəsi də bir dənə bura işıq yerləşdiriblər. Gəl görsət. Nəsə oldu, yəni veşiniz zadınız gecə vaxtı görmədiniz. İşığı indi biz off eləyək, söndürək. Qəşəng oturursan, sürürsən, çıxırsan, gelirsən haraya? Rayona. Rayona bu maşınla da getmişik. Rayona getmişik, yəni ay incidim. Bu maşın deyir ki, qardaş, mənim benzinimi tök, 95 mi ya da 98 mi? Всё, mən sənin qulluğundayım 7-24. Keçirəm hara? Keçirəm pasajirskiyə. Mən sürücü hissəsinə hələ keçmirəm. Sürücü hissəsindən olsa xoşum gəlmir burada. Oyda. Buradan düşəndə adam özü hara getdi mənim Nəcəf müəllim lazım olacaq. Buradan düşəndə adam burada oturduq. Keçdik yan hissəsinə. Yan hissəsində iç hissədən görsərəm. Qapıları bloklamaq, hər bir qapını blokluyur. Sürücü hissəsində də var, sərnişin hissəsində də. Açarımızı qoyduq bura. Hər yerdə suyu qoyuruq ki, yəni susuzladıq içək. Sürücü hissəsində bir dənə mənfisi var. Bir dənə sürücü yox, sərnişin hissəsində mənfisi var. Sürücü hissəsində isə orada elektron paneldir, amma burada əllə. Yəni mexaniki Ninada 2019. Mən bir dənə qaban çəkdim o günlərim, incələməsi gələcək yaxınlarda. Qaban 1900 neçənci il idi. Plisos qapısı var ha kişi. Necə? Plisos qapı var qabanda. Buradan da Mahirə salamlar. Bunda hələ mexanika ilə belə. Qabanda da elektron paneli idi. Yəni burada da rahat. Bir dənə kiçik bir dənə telefonu yerləşdirmə. Bardaçokumuz var, sənəd qabımız var. Qoydun servis kitabçası da yəni yerindədir. Yağı da o firma. Ligumoli. Bəli. Burada bu başqa şeydir. Bu Android üçün idi. Bir dənə maşında dəyişən bir şeyimiz bizim. Bu şey oldu, multimedia. Multimedianın yeni nəsil multimediadan qoymuşuq. Apple CarPlay, Android CarPlay, YouTube var, televizor proqramı var, televizyon. Onu da qoşma olur da. Yəni gəlirsən hansı kanalı istəyirsən aç bax uzun yol gedəndə. Burada bir dənə kiçik yox, əməlli boşlu, yəni geniş bir dənə bardaçokumuz var. Hansı ki polnu, yəni veşinizi yerləşdirirsiniz ideal vəziyyətdə. Yəni burada bir dənə də günlük qəşəng. Buradan da nəsə çıxır. Bəli, burada da nəsə var. Bu nədir belə? Bu nə üçündür? Onu daha da uzatırsan gün vaxt. Bunu birinci səfər görürəm. Gün dəymir. İdeal vəziyyətdə. Amma açki taxımda nə istəyir bu? Burada bir dənə qəşəng açki qabımız var. Açkivi qoydum bura. Şak.
Burada bir də ki sos knopkamız var. O səhv eləmirəmsə bizim ölkədə işləmir. Sos knopkasını yerləşdiriblər bura, işıqlarımızı yandırıb. Telefon nəyinə gicdə deyə bizim telefon kameramız açdı. 2 dəfə bas, 2 dəfə bas, Murat mənim üzümü tutsun. Öz üzvə yerləşdirəsən. Mən belə də qoy qalsın. Neynədin o? Burada biraz üzülür, sən buraları qaraldacaq. Sos knopkasını göstərmə, lazım deyil. Sos knopkamız var. Bu bizim ölkədə səhv eləmirəmsə işləmir də. Xarici, Amerikada işləyir məsəl üçün. Klimat kontrolumuzdur, yay vaxtıdır, bayaqdan yoxlayırıq. Neçə vaxt özdə maşında yatırdı. Hər şey ideal vəziyyətdədir. Yəni deyim ki, kondisioneri yandırdın, kondisioner pis işlədi. Fulla qoydum, minimuma da qoydum. Hər şey ideal vəziyyətdə işləyirdi. Sürətlər qutusunu yerləşdiriblər burada. Keçmir, yəni heç cürə keçməyəcək. Çünki maşın xodlanılmalıdır. Yəni bunu da yaxşı eləyiblər. Məsəl üçün kiçik bir uşaq oturdu, az yaşlı uşaq keçməyəcək. Yəni yerindədir. Keçirəm indi sürücü hissəsinə. Heç keçmək istəmirəm çünki çox rahatdır. Yəni mən burada uzun yol getmişəm. Yenə də getmək istəyirəm. Keçək sürücü hissəsinə. Sürücü hissəsinə keçdikdə isə sürücü hissəmizə keçdikdə isə söhbət tamamilə dəyişir. İlk öncə elektron panel bizi qarşılayır. Belimi bu dəqiqə qabaq eləyir qəşəng. Belə oynasam masaj sayılar abi. Camry-yə masaj qoysalar lap ideal olar. Daçarımızı indidən götürüm. Qabağa, arxaya hamısı yağ kimi işləyir. Yəni gecikmə falan heç bir şey yoxdur. Bagajımızı buradan aça bilirik. Bakımızı açırıq. Açıldı. Birazdan bakımızı da göstərəcəm. Bağlı getsin bakı indidən. Burada hava çıxışlarımızı qoyublar. Kondisionerin hava çıxışları. Maşında indidən kodlayım. Bunu vurğulamalıyam. Bayaq dediyim kimi qapının bağlanması, açılması, şüşənin blok olması, aktiv olması, bütün şüşələri yendirməyi adi maşınlarda kimi. Güzgüləri regulovka eləməyi, yəni sağa, sola, özü üstündə hər sürücünün öz komfortlu bir hissəsi var. Burada belə göstərdim. Gizli bir dənə yer tapmışam. Məsəl çıxdı, bir dənə belə elədik. Hansısa 5 getdi, gəldi. Şak kodlandı. Maşında nə var? O özü formulada zadda işləyirsən. Atırsan bir dənə Tiptronikə. Yox, indi atmayın, o maşın gedəcək. Plus minus, plus minus, plus minus. İdeal vəziyyətdə. Yəni çıxdın. Hansı maşınla rəqib saymaq olar bunu? O rəqibi Lexus. Hansı? LS? LS keçmir hə bu? Yox. Birləşsə keçmir hələ. Birləşməyi qoyuram qıra, keçmir. Gördünüz? Maşınımız isə bu hibriddir də. Yox, sadə motor. Sadə motordan bu maşın söndü. Sakit işləyir də. Sakit işləyir. Yəni o birisi maşınlar var, o dam, dum, dik. Yəni elə bir şey yoxdur. Çünki 1000 abaratdan aşağı düşdü. Bu onu bilmirdim. Nəcəf bizi öyrətdi. Burada bizdə sürətlər panelində millə də var, kilometrajla da var. Güzgülərimiz, yəni pavarotnik getdi, gəldi, vəsə söndü. Dalini atırsan ki, qardaş yol verdi. Yəni Camry gəlir. Qara canavar gəlir. Multi-ruldur. Yəni burada kod vermək. Mahnı qoşamaram çünki YouTube icazə vermir. Başqa da yəni Camry-də əsas məsələ. Məsəl üçün burada İşığı yandırsan arxa faran deyirsən. indi görsən apşifka deyirlər də buna. Bəli. Apşifkaya baxım nə? Bərk. Təzə Camry-lərdə belə eləyirsən tak sıxır. Yəni ideal vəziyyətdə də, yəni deyim ki, xart, xurt səs eləsin, heç bir səs eləməyi yoxdur. Güzgüləri açmaq istərdim, açmaram çünki Nəcəf kameranı yarda buraxıb gəlib burada mənim üstümə qışqıracaq. Ona görə lazım deyil. Maşın indi çıxıb mokadan. Faraları belə yandırırdıq da. Yandı. Bir dənə də eləsin. Bir dənə də eləyim. Yandı. Lexus style. Lexus style yox, Camry style. Yox, fara var amma Lexus style. Fara Lexus olsa da amma qaqaş Camry təqdim eləyir. Faralarımız Diamond, Diamond. Gecə vaxtı maşını güduzdurursan, qapqaranlıq bir dənə məhəllədə saxlayırsan. Lay saxlamırıq, zarafat deyirik. Yəni konstruksiya dəyişikliyi olmaz. İdeal. Maşının heç səsi çıxmır. Yəni xoddadı maşın. 1 qram səs yoxdur. Yəni o çox mənə ləzzət eləyir. Yüngü istən qaz verək lap.
Gəl sənə mikrofon verim görüm, yüngül qaz Ha. gör. Çox yaxın tutma. Qaz verəndə səsi eşidirsən mən qaz verəndə. Orta keçmə olur. Yox, sport. Rig verir. Rigi var. Rigi var, pis deyil. Yəni faraları yandırdım eləmə. Bəs elədi o faralar. Yəni ideal vəziyyət. Stoplar daha doğrusu. Stopları qəşəngdir. Lexus stop olsa da amma yaraşır da yəni. Camry yəni qardaş ailə maşınıdır. Family qardaş, family. Family maşınıdır. Həm də ki yəni biznesmensən, bir dənə Camry alırsan, qəşəng özün üçün, bir dənə də şofer tutursan. Bayaqdan sağ olsun. Arxada oturmuşam, kef eləyirəm. Onlar qabaqda özü üçün danışırlar. Mən arxada kef edirəm. Niyə? Çünki mən Cerayam. Keçək qabağına. Maşınımızın ön hissəsinə keçək. Beləliklə əziz izləyicilər, bu da sizin üçün Camry SE 2019-un incələməsi. Sağ olun, salamat qalın. Sizinlə mən idim, Kera.